Doktor, bilin ki, hər an biz ailəyə kəsə dua edirik, həyatda yaşamağın mənasını anladıq. Gülüş simanızdan əksik olmasın. Bir insan övladı üçün dostlar, belə bir mesajdan daha gözəl mesaj ola bilməz. Yəni birilərinin həyatına müsbət mənada toxunmaq bizim işin ən gözəl hissəsidir, ən gözəl yönüdür. İstirahət elədiyimiz, dincəldiyimiz, məmnun olduğumuz, enerjimizi topladığımız mesajlardır bax bunlar. Mən sizə təşəkkür edirəm, çox sağ olun. Dilə gətirdiyiniz üçün də çox sağ olun. Çünki bir çoxunuz yazmağa çəkinir, utanır. Çünki adımız süni mayalanma ilə bağdaşdığına görə bayaqki videoların birində də dedim. Amma elə bilir bizə müraciət edən hamı süni mayalanma olmuş olur və orada kommenti görən adam da deyəcək ki, hə, falan kəs də gedib həmin doktor yanına, deməli süni mayalanma olub deyə qorxur insanlar yazmağa. Bu cəsarəti göstərinizə görə təşəkkür edirəm. Ayrıca bu dualar da həqiqətən bax, tanıyanlar, yaxından tanıyanlar bilir nə qədər sağlıq, sağlamlıq probleminin içində əlləşdiyimi, bəzilərindən qurtula bilmədiyimi bir türlü. Bu dualar da bizi ayaqda saxlayan, mən belə fikirləşirəm. Ona görə də sizlər çox sağ olun, var olun. Həqiqətən də motivasiya olur bizə gözəl sözləriniz. Çox sağ olun.